Görürəm kamera, çevirdiniz, əla. Salam, axşamınız xeyirli olsun. Hər vaxtınız xeyir. Necəsiz? Şükür olsun. Yavaş yavaş. Allah orucunuzu qəbul eləsin. 8 mart gününüz də mübarək olsun. Amin. Sizinkilərlə belə. Bayramınız da mübarək. Təşəkkür edirəm. Yazınız da mübarək. Bahar gəlir. Hamısı mübarək. İlərdə mənim ad günüm də gəlir. Bahar qız olur. O da mübarək. Təşəkkür edirəm. Ne güzel. Yaxşı. Bugün mövzumuz nə olacaq? Könül xanım, istərdim, yəni söhbət əhli olaraq mövzumuz haqqında elə siz məlumat verəsiniz. Bugün nədən danışacağıq? 8 Mart'ın qurtarmağına 1 saat var. Elə bu 1 saatı da qadınlardan danışaq da. Günümüzə nöqtə qoyaq. Mən yəni elanı paylaşarkən orada vurğulamışdım ki, qadın mövzusu əsrlərdir, yəni həmişə aktual bir mövzu olubdu. Qadın mövzusunu aktual eləyən nədir? Hansı səbəblərdir ki, həmişə qadın mövzusu, kişi qadın mövzusu da aktual mövzu olub, amma özəlliklə qadın mövzusu daha aktual bir mövzu olub. Kimi zaman haqlı səbəblərdən, kimi zaman haqsız səbəblərdən, kimi zaman haqlı tərəfləri belə deyək, ictimai rəy olaraq sağına, soluna baxılıb, kimi zaman haqsız olaraq məruz qalıb müəyyən tənqidlərə, müəyyən təhlillərə. Niyə qadın mövzusu bu qədər aktualdır? Sizə müasir bir müqayisə ilə cavab vereyim, olar? Tam belə bir Buyurun. müasir dövrümüzlə səsləşən bir mövzu, bir müqayisə. Deməli, adətən show biznesə gələn bu yeni müğənnilər, müğənniciklər daha doğrusu, populyar olmaq üçün bunlara səs yoxdur, istedad yoxdur. Və bunlar necə məşhur olum deyirlər və gündəmdə necə qalım deyə düşünürlər və neyiniyim, tanınmış bir müğənniyə söz atırlar. Tanınmış bu bizim karifeylər də ola bilər. Məsələn, son vaxtlar ən çox bizim gözəl müğənnimiz Flora Kərimovaya sataşırlar. Neysə bir söz tulluyurlar da. Söz atandan sonra da aləm dəyər bir-birinə, ay gör kimə nə söz dedilər. Və həmin adam birdən-birə heç kim tanımırdı. İndi hamı tanımağa başlayır ki, filankəs haqqında belə bir söz deyildi. Yəni, deməyim odur ki, cəmiyyətin güclü və daha çox populyar tərəfi qadındır. Kim ki tanınmaq istəyir, kim ki belə deyək, gündəmdə qalmaq istəyir, çıxır qadınlar haqqında istənilən bir acı bir sözü deyir. İstənilən bir sözü. Yəni elə bir söz ki, qadınları aşağılayır, qadınları təhqir eləyir və bundan çəkinmirlər. Bunu rahatlıqla deyirlər və bir günün içində bir də görürsən tanınırlar. Ay, xəbəriniz varmı filan kəs qadınlar haqqında belə dedi? Xəbəriniz varmı filan kəs kim imiş? Birdən-birə filan kəsin kimliyi gəlir, aktuallaşır. Və qadınlar sayəsində özlərinə reklam qururlar. Fikir verirsinizmi? Yəni, qadın məhz o qədim dövrlə müqayisə eləsək, bir qədim dövrdə Aspaziya adlı bir Sokratın da müəllimi olmuş bir qadın filosof olub və adətən deyirlər ki, Aspaziya haqqında sual vermək insanlığın tən yarısı haqqında sual verməkdir. Biz bu tərəfə götürsək ki, tən yarısı qadındır bu cəmiyyətin. Digər yarısı da belə desək, həmin o yarısını tərbiyə eləyəndir. Yəni, qadın kifayət qədər böyük bir qüvvə, kifayət qədər böyük bir belə desək, yəni təsir qüvvəsinin aparıcı bir qüvvədir bu. Və buna sataşmaq o deməkdir ki, birdən-birə keçirsən onun önünə, o böyük selin önünə və birdən-birə deyirsən, xəbəriniz var, mən də varam. Və olursan populyar. İndi Könül xanım, həqiqətdə də qadın doğrudan da aparıcı qüvvə, güclü varlıqdırmı? Yoxsa bu şişirdilir kiminsə işinə gəlir deyə bu cür şişirdilibmi? Yoxsa bunun bir həqiqət tərəfi varmı? Gəlin elə oradan davam edək. Bilirsinizmi? Qadın güclüdür, zəifdir. Bu elə
bir sualdır ki, yəni bunun üzərinə çox danışmaq olar. Sadəcə onu deyim ki, əvvəla qadın bütün başlanğıcın, yaradılışın tən yarısıdır. Qadınsız yaradılış yoxdur. Necə ki, kişisiz də yaradılış yoxdur, eləcə də qadınsız yaradılış yoxdur. Qadın bu qüvvələrdən biridir. Yəni, yaradılışın tən yarısı qadına məxsusdur. Bu bir. Bayaq dediyim kimi, ikinci tərəfdən, qadın bütün canlılarda, yəni tək-tük canlı saymaq olar ki, onlarda qadın yuva qurmur. Amma əslində məhz yuvanı quran qadındır. Yəni o digər yarısına da şərait yaradan, onu belə deyək, normal bir dayaq olan, ona inkişaf üçün tramplin rolunu oynayan yenə də qadındır. Mən hələ sizə heç bir fakt gətirmədən, mən sizə heç bir nümunə gətirmədən sadəcə hər birimizin rastlaşdığımız bir şey deyirəm. Yəni, istənilən bir qadını iş yerində, tanıdığınız qonşuda, kimi olsa tapın, soruşun, görəcəksiniz ki, bu xanım həm belə deyək, özü ayaq üstə durmağa çalışır, eyni zamanda da ailəsini ayaq üstə saxlamağa çalışır. Bir məsuliyyət daşıyır. Və bu məsuliyyət də onun o qədər adidir onun üçün, o məsuliyyəti daşımaq. Elə bir, elə bununla doğulub, bununla da getməlidir. Adicə, məsələn, bir atalar sözü deyim, bir misal deyim, deyir, hər kəsin bir qızı olaydı. Sonra ardından da deyirlər ki, xəstə olanda sənə qulluq eləməyə, yaxud öləndə başucunda ağlamağa. Yəni, bu bilirsinizmi nə deməkdir? Daha çox yanan qızdır, daha çox qulluq eləyən, məsuliyyət daşıyan qızdır. Yenə də nənələrimizin dilinlə desək, yanan qızdır. Və bunları eləyə-eləyə ailəsini də ayaq üstə saxlayır. Canım sizə desin, belə öz karyerasını da qurur. Bütün bunları eləyir və təbii ki, belə bir adam güclü sayılır. Güclü sayılmır, güclüdür. Adətən qadınlar haqqında danışılanda, ümumiyyətlə mövzu qadın olanda, digər tərəf ya yanlış anlayır ki, sanki qadınlar güclüdür deyilməklə kişilər gücsüzdür bir qavramı ortaya çıxır və yaxud o cür kimi anlaşılır. Amma əslində elə deyil. Yəni, qadının gücü və yaxud qadının dəyəri, qadının problemi, qadınla bağlı ortaya çıxan məsələlərdən danışılanda digər tərəf kiçildilmir, alçaldılmır ya da yox sayılmır. Bizim bugünkü məqsədimiz də əslində, çünki hər ikimizin genel olaraq ümumiyyətlə fikrimiz ayrımcılıq etmək, qruplaşdırma yaratmaq deyil, türklərin bir sözü var, yapıcı olmaqdır. Çünki yaradılış, fitrət bu cürdür. Yəni Allah sadəcə bir tərəfi yaradıb, digər tərəfi saxlamadı. Adəmi yaratdı, sonra Həvvanı yaratdı. Yəni bunları birləşdirdi və siz ayrı-ayrılıqda deyil, birlikdə bir tamamsınız, bir mesajı verdi. Və bir tərəfə huzuru verdi, digər tərəfə deyək ki, yaradıcılığı verdi, bir tərəfə rasional beyni verdi, digər tərəfə emosional beyni verdi. Bunun bir tərəfini digər tərəf tamamladı. Amma uzun illərdir, yəni bəlkə mən belə deyim, siyasətin meydana çıxmasından bu yana bütün dünyada, bütün ideologiyalarda belə bir algı yaratdılar ki, bir tərəf güclüdür, digər tərəf əziləndir, bir tərəf var, digər tərəf yoxdur, bu onun əksiyidir, bu onun nöqsanıdır. İllərlə qadını sadəcə belə deyək, zəif varlıq kimi və yaxud emosional varlıq kimi tanıtıldı. Digər tərəf bir tərəfdən qabardıldı. Yəni, o qədər ortaya münaqişələr girdi ki, bir türlü bunları toplayıb birləşdirmək çətinləşdi. Halbuki hər iki tərəf bilir ki, digər tərəf olmadan olmur, olmayacaq da. Amma ortaya dediyim kimi o qədər müzakirələr, mübahisələr, o qədər qruplaşmalar toplandı, yığışdı ki, bunları istəsələr də bir araya gətirmək çətinləşir. Bugün biz də burada, məsələn, belə deyək, iki qadın oturub qadın haqqında danışırıq. Məqsədimiz qadını tərifləmək, şişirtmək ya da sadəcə qadın önəmli varlıqdır mesajı vermək deyil. Problem hardan yaranır? Çünki bir sayt olaraq mənə də müraciət olunur ki, cəmiyyətdə qadınlarla bağlı haqsız münasibətlər var. Niyə buna bir fikir bildirmirsiniz? Bir
qadın filosof olaraq cəmiyyətin önəmli bir hissəsində yer alan bir mütəxəssis olaraq sizə də müraciət olunur ki, bəlkə kimi zaman həmkarlarınız tərəfindən, kimi zaman qeyri-həmkarlarınız tərəfindən, müxtəlif mütəxəssislər tərəfindən, cəmiyyətdə olan kürsüdə danışan şəxslər tərəfindən qadınlara haqlı və ya haqsız iradlar tutulur və siz bu barədə nə düşünürsünüz? O zaman bir araşdırmacı olaraq mən və bir filosof olaraq siz ikimiz bir arada bu məsələyə biz də bir baxış bucağı gətirək istədik. Yəni qadın qadının düşmənidir deyilir, kişi qadının düşmənidir deyilir. Ümumiyyətlə niyə bu məsələlər çıxır ortaya? Kimin işinə gəlir bu məsələlər? Əvvəla bilirsinizmi, söhbət ondan gedir ki, qadın haqlarının istənməyi, yaxud qadın haqlarının boğulmağı, siz dediyiniz kimi bu daha çox siyasətə gedir, çıxır. Amma cəmiyyətdə qadının kişi ilə nə dərəcədə bərabər olub olmamağı, bu başqa, sualın başqa tərəfidir. Şəxsən mən feminist deyiləm və hər zaman bunu demişəm ki, feministlər qədər qadınlara zərər vuran ikinci bir qüvvə yoxdur. Bunu mən hər zaman deyirəm. Çünki qadını cinsinin, o qadınlığının sərhəddini aşmağa qoymur. Qadın güclüdür, qadın belə, qadın bir cins olaraq bir başqadır. Amma qadın insandır. Qadın bir insan olaraq yaradılır və təsəvvürünüzə gətirin ki, o da yaradıcıdır, o da sənətkardır, o da filosofdur, o da fəhlədir. Bu ayrımlıq hardan gəlir? Bəli, fiziki baxımdan kişi qadından güclüdür. Fiziki baxımdan kişi ondan güclüdür və belə deyək, qədim dövrdə əgər o ibtidai icma quruluşuna getsək, kişi gedirdi, ov eləyirdi, qadın evdə onun gətirdiyini pişirirdi. Bəli. Və bugün də maraqlı bir, qısa bir video çıxdı qarşıma, çox qısa, yəni əslində baxmırdım. Sadəcə o səhifələri keçirdəndə rastıma çıxdı. Bir oğlan bilmədim kim idi, belə bir faciəvi bir mimika ilə deyir ki, axı qadınlar siz nə istəyirsiniz, sizə azadlıq verdik, sizə daha nələr vermədik ki, daha nə istəyirsiniz? Yəni, belə bir komik bir şey güya ki çəkib. Amma gedib yapışırsan ki, sən özün kimsən ki, nə də azadlıq verəsən? Sən kimsən ki, azadlıq verəsən? Birincisi, qadın ona lazım olanı götürməyi bacarır. İstənilən o maniyəni aşmağı bacarır. Və bunu tarix göstərir. Qadın fiziki baxımdan güclü olsa da, mən bunu hər zaman deyirəm, fiziki güclə ölçmək düzgün deyil kimin üstün olmağı. Çünki İraq olsun, müqayisəsi belə şey olmaz. Yəni, fiziki gücə baxsaq, onda heyvanlar insandan güclü sayılar. Fiziki gücə görə üstünlük ola bilməz. Çünki fiziki gücün yanında bunun bir də bir o balansı düzəldən bir tərəf var. Tərəzinin bir gözünə o şeyləri qoyurlar. Belə deyim, o yükü tarazlamaq üçün kiloları qoyurlar. 200 qram, 300 qram. Bu ağır bir dəmirdir. Bu biri tərəfə onunla çəkilən tutaq ki, konfeti qoyurlar. Yəni, bunun ikisi də bərabər olmalıdır bu tərəzinin gözü. Bu yük ağır tərəf, o dəmir tərəf, deyək ki, kişilərdir. O konfet tərəf qadınlardır. Belə müqayisə eləsək, tərəzinin gözü bərabər olmalıdır. Tərəzinin bir gözü ağır olanda, o biri göz uçur, yuxarı gedir. O biri gözü ümumiyyətlə götürəndə onda ümumiyyətlə balans yaranmır axı. Ümumiyyətlə balans olmur. Halbuki bu balans olmalıdır. Mütləq olmalıdır. Və bilirsinizmi, mən bir neçə il bundan qabaq bu qadın filosofları, düşüncə tarixində qadın filosofları araşdırırdım və çox maraqlı bir nəticəyə gəldim ki, düşüncə tarixində o həlledici məqamlarda qadın və kişi düşüncəsi mütləq bir-birini tamamlayıbdır. Mütləq o böyük filosofun, o böyük sənətkarın yanında bir dənə də bir qadın filosof, qadın sənətkar olub. Mütləq olub. Hə, o tarixdə adı qalmayıb. Tarixdən onu siliblər. Siliblər. Bu söhbətin başqa tərəfidir. Amma olub. Amma olub. Yəni bunların adları da var arxivlərdə. Hətta bilirsinizmi, maraqlı olan nədir? Tutaq ki, Sokrat özünün
müəllimlərinin heç birinin adını gizləməyibdi. İstər Aspaziya olsun, istər Diatima olsun. Və Platonun o diyaloglarında da onların adı çəkilir və onların dediyi diyaloglarda hansı ideyaların müəllifidir, o da çəkilir. Amma sonraki dövrlərdə Platonun tələbələri, yəni daha zəiflər, onların adını silib və Diatimanın ideyalarını yazıb Platonun adına. Niyə? Niyə? Kantın ideyasını niyə başqasının adını yazmırlar? Diatimanın ideyasını yazırlar. Amma yazırlar. Leibnizin özü Anne Conway'ə böyük bir minnətdarlıq dolu bir məktubu var. Hətta o barədə onun xatirələri var. Amma yəni onun o əsas ideyasının kökündə məhz Anne Conway'in ideyasının durduğunu etiraf eləyir. Amma onun tələbələri onun adını silib. Və buradan belə nəticəyə gəlmək olur ki, güclü kişilər güclü qadınları inkar eləmirlər. İnkar eləyən məhz zəiflərdir. Aha, burada bir haşiyə çıxmaq istəyirəm. Özünə əmin olmayanlardır. Bax, onlar inkar eləyirlər qadını. Aha, mən tam onu deyəcəydim ki, cəmiyyətdən güclü qadın, mən ümumiyyətlə güclü, gücsüz sözündən daha çox, yəni ağıllı, belə deyək, faydalı, həm özünə, həm cəmiyyətə, həm insanlığa ümumiyyətlə yaradılışı faydalı insan prizmasından baxanda və cinsə böləndə kişi və ya qadın, məqsəd insanlığa faydalı, Allahın istədiyi kimi bir bəndə, bir faydalı insan olmaqdırsa əgər, kimin işinə gəlmir bu cəmiyyətdən bu qadınları silmək, ağıllı, faydalı, peşəkar, yaradan, yaradıcı, sevən, sevgi aşılayan qadınları cəmiyyətdən silmək, adlarını, ümumiyyətlə fəaliyyətini silmək kimin işinə gəlir? Bu çox ağırlı söhbətdir. Məsələ burasındadır ki, qadın ailənin belə deyək, bərəkəti, namusu, ayaqda qalmağı, ayaqda durmağı, möhkəm durmağı çox qəribə də səslənsə qadından asılıdır. Və qadını zəiflətmək həm onun ərini, ailəsini və nəticədə cəmiyyəti zəiflətməkdir. Qadını inkar etməklə, qadını o düşüncə tarixindən silməklə təsəvvürünüzə gətirirsiniz. Elə bir ki, quşun bir qanadını qırırlar, sonra deyirlər ki, o qanada bizim ehtiyacımız yoxdur, istəsək verərik, istəməsək vermərik. Amma quş yazıq uça bilməz axı. Yəni, ailə institutunu dağıtmaq istəyirsənsə, birinci qadından başla. Qadının özünü, namusunu, ağlını zəiflət. Çünki ailənin bütün o yükü qadının üzərindədir. Hətta bir filosof deyir ki, çox qəribə bir müqayisədir. Deyir, əgər bir ailədə kişi içəndirsə, yaşlısa və ümumiyyətlə düz yolun yolcusu deyilsə, qadın o ailəni qoruyub saxlaya bilir. Bəli. Fikir verin. Yəni, bu təcrübədə də görülür. Bəli, bu təcrübə də, belə deyək, hər birimizin rastlaşa bildiyimiz bir şeydir bu. Əgər qadın təsadüfən yolunu azarsa və o pis yollardan birinə düşərsə, o kişinin də özü zəifləyər və o ailə dağılar. Və fikir verirsinizsə, ailə institutlarını dağıtmaq üçün qadından başlayırlar. Ona görə yox ki, zəif halqadır, ona görə ki, güclü tərəfdir. Ona görə ki, onu zəiflətsələr, bilirlər ki, kişi zaten çökəcək. Qadını çöktürmək lazımdır ki, kişi çöksün. Və el arasında da belə bir şey var, deyir, ən çox yaşlı babalardan eşitmişəm, deyir, kişi həyat yoldaşından yetim qalar. Yəni bir həyat yoldaşı ölürsə, o kişi yetim qalar. Yəni, qadın belə deyək, bir qoruyucu bir qüvvədir bütün ailə üçün. Onu zəiflətdin, onu sıradan çıxartdınsa, nə ailə bir ailə olmayacaq, nə cəmiyyət bir cəmiyyət olmayacaq. Çünki bu ilahi bir sistemdir. Bu ilahi bir sistemdir. Bəzən bu cür danışanda deyirlər ki, yəni qadınlar qadınları tərifləyir. Xeyr, mən məsələn fitrətə çox önəm verən bir insanam və hər dəfə də danışanda deyirəm ki, insan fitrəti unutmamalıdır. Yəni Allah onun fitrətinə bir
belə deyək, fiziksel də olsa, enerjisel də olsa, missiya da olsa, Allahın bir proqramı var. Kişiyə də, qadına da, təbiətə də, bütün yaradılışa da. Bəli, Və bəli. o fitrəti biləndə insan, dərk eləyəndə, idrak eləyəndə, onun əksinə gedən şeylər cəmiyyətə, özünə, yaradılışa zərər verir. Amma ona uyğun bir proqram, sistem yaşayanda özünə də, digərlərinə də faydalı olur. Məhz bunu bilən o, belə deyək, neqativ qüvvələrdir ki, qadının o fitrətinin tərsinə ideologiyalar çıxardır ortaya. Sizin dediyiniz kimi o zəiflətməni oradan başlayır. Bəli, Mən məsələn bəli. siz danışarkən xəyalıma gəldi, ilahiyyatda oxuduğum dönəmdə bizdən bir xanım gəlirdi, gec başlamışdı o təhsilə və onun yoldaşı içki içən bir adam idi. O danışırdı ailə həyatından ki, mənim qaynatam belə icazə vermir mən namaz qılmağa və mən gizlincə başımı örtüb namazı qılıb sonra qapını açıram. Biz hamımız heyrətə gəlirdik ki, niyə bu çətinliyi dözürsən və yoldaşın da içki içəndir, necədir? O dedi ki, mən ayrılmayacağam, mən bacaracağam, həm dua edəcəm, həm mücadilə edəcəm, bacaracağam və qazanacağam. O hicaba da gəldi, yoldaşını imana da gətirdi, dua edərək, mücadilə edərək. Yəni, o ailəni dağıtmadı. Və biz həqiqətən bunu təcrübədə gördük. Bəli, bəli, bəli. Fikir versəniz, yəni bu gün də o dörd tərəfimizə baxanda, istər hər kəsin tanıdığı, istər yalnız kimlərinsə tanıdığı ailələrdə məhz qadın qoruduğu, belə deyək, o bir növ o qanad altına aldığı, o ailəsi namusu ilə, o bacarığı ilə, abır həyası ilə çox vacibdir. Bunlarla o qorumağa, o müdafiə elədiyi ailəsi daha uzun ömürlü olur. Kişi nə qədər çalışsa da, düzdür, indi o radikal bir kritik vəziyyətə çatanları mən demirəm. Hətta o kritik vəziyyətə çatdıran kişiləri belə bir vaxtlar qadın tərbiyə eləyib. Bir vaxtlar qadın tərbiyə eləyib. Filosof Nietzsche'nin qəşəng bir sözü var, deyir, hər ananın tərbiyəsi onun oğlunda görünür. Məhz anasının təsirinə görə oğul laqeyd də ola bilir, aqressiv də ola bilir, mərhəmətli də ola bilir. Fikir verirsinizmi? Bugün, məsələn, bizlər bu cəmiyyətimizdə artan aqressiyanı, filankəs həyat yoldaşını öldürdü, filankəs bacısını öldürdü, filankəs belə oldu, belə oldu. Həmin o kişini kim tərbiyə eləyib? Qadına nifrəti onun içində kim böyüdüb? O aqressiya ilə kim böyüdüb bunu? Qadın böyüdüb də. Qadın böyüdüb. Həmin şeydir. Yəni, fikir verirsinizmi? Yenə də qadının gücü və qadının nə qədər ağıllı olsa, qadın nə qədər abırlı, həyalı olsa, qadın nə qədər yüksək mənəviyyata sahib olsa, bir o qədər də onun ailəsi gözəl olur. Onun gələcəkdə tərbiyə elədikləri də gözəl ailə sahibi olur. Bəli. Tarixdə də bunun yenə şahidi olaraq görürük. Məsələn, Hitleri də bir ana tərbiyə eləmişdi. Atatürk'ü də, Məmməd Əmin Rəsulzadəni də və digər kişi qəhrəmanlar və yaxud da Qarabağımızı azad eləyən igidlərimizi də bir analar tərbiyə eləmişdi. Yəni, fakt ortadadır. Ancaq mənə yenə maraqlıdır. O qədər çox sualım var ki, yəni bu bir saata sığışdıra bilmədiyimizi sabah inşallah digər bir saatda ən azından heç olmasa çatdıra bilək deyə düşünürəm. Doğrudanmı Könül xanım, kişilər ağıllı qadınları sevmirlər və yaxud ağıllı qadınlardan qorxurlar? Yoxsa bu da yanlış, amma doğru kimi göstərilən fikirlərdir? Əslində buna bayaq da dedim, ağıllı qadınlardan qorxan ağılsız kişilərdir. Ağıllı qadın, ağıllı kişinin o tarazlığını qoruyan, onun gücüdür. Ağıllı qadından qorxan ağılsız kişilərdir. Bir mənalıdır bu. Əgər sən bu qadından qorxursansa, indi mən misal çəkəcəm, burada biraz ağıldımı ya bilmirəm nədirmi? O dastanlarımızdan bir misal çəkəcəm, 2 misal çəkəcəm sizə. Bizim Kitab-ı Dədə Qorquddan misal çəkəcəm sizə. Deməli, Qanturalı dədəsinə deyir ki,
mən elə bir qız olsun ki, həmin qız mən qalxmadan o qalxsın. Mən ata minmədən o minsin. Ay, nə gözəl. Və gedir Trabzon elindən sarı donlu Selcan xatunu tapır. Sonra yolda gəlir, yağlar hücum eləyəndə sarı donlu Selcan xatun Qanturalını xilas eləyir. Və burada maraqlı bir məqam baş verir. Qanturalı düşünür ki, ay dad-bidad. Cəmiyyətdə bilsələr ki, məni bir qadın xilas eləyibdi, bədnam olacam və həmin o yarım dediyi o qadını öldürmək istəyir. Maraqlı bir nüans var. Orada belə bir, Dədə Qorqudda belə bir şey var. Deyir, sarı donlu Selcan xatun oxunu necə atdısa, Qanturalının saçının ucundakı biti vurdu. Bundan sonra da dedi ki, öyünürsə ər öyünsün, qadın öyünməz. Yəni, Qanturalı, sənin pitini vuran, sənin özünü də vurar. Amma dayı öyünürsənsə, sən öyün. Amma çox maraqlıdır. Məsələn, keçən dəfə də araşdırma üçün baxdım internetdən. Məsələn, şərqdə qadının yeri və Orta Asiyada, Türk toplumlarında Dədə Qorqud dastanını özəlliklə misal çəkdi ki, orada qadın obrazı ağıllı, qeyrətli, kişi ilə bərabər, onunla, məsələn, bizim atalar sözümüzdə hətta bu qadının, nə deyirlər, aslanın erkeği dişisi olmaz. Qadına xitaben deyilir bu. Və biz çox maraqlıdır. Bu mənim araşdırmamdır. Mən Türk toplumlarında hələ İslam gəlmədən öncə belə məhz Türk toplumlarında qadına dəyər verildiyinin məsələn tarixdə örnəklərini görürük. İstər lider kişilərin yanındakı xanımlar olsun, istər cəmiyyətdə yəni sıradan olan kişilərin yanında qadınların dəyəri olub. Dəyərli olublar. Yəni orada kişidir dəyərli, qadın mıdır dəyərli deyil də biz olma şuuru olub sanki. Bir şeyi birlikdə bacarmaq, bir şeyləri öhdəsindən gəlmək, var olmaq çabası olub insanlarda. Necə ki Qurani Kərim insana müraciətdə birinci insan deyə müraciət edir, sonra kişiyə, qadına bölür və onların vəzifələrini, missiyalarını bildirir. Yəni sanki müəyyən dövrə qədər, özəlliklə də Türk toplumlarında qadının, kişinin ayrımcılığı olmayıb. Birlikdə bir şey bacarmaq olub, mücadilə etmək olub. Sonra o gözəlim siyasət sanki ortaya çıxandan sonra insanları necə parçalayaq və insanlar bir kişi bir qadından ibarətdir cins olaraq, aha bunları ayırmaq olub. Bu da elə bilirəm ki, qərbdən gəlib. Bu mənim fikrimdir. Sizcə də doğrudanmı qadın dəyərsiz olaraq qərbdə idi və o fikir şərqə gəldi? Burada da bilirsinizmi? Bəli, bizim miflər, bizim deyəndə ümumiyyətlə miflərə baxanda, məsələn, dastanlara baxanda, orada qadın kişi bərabərliyi bilirsiniz, bərabərlik deyəndə o dəqiqə o qarşıdakı nizə ilə qarşılamalı deyil. Mənə niyə bərabər dedin? Bərabərlik söhbət ondan gedir ki, tərəzinin gözü bərabər olmalıdır. Mənsiz bərabər ola bilməzsən. Mən olmalıyam ki, sənin tərəzin göydə durar, yerə düşməz. Yəni, bunu qəbul eləmək lazımdır. Yəni, bunların hər birində, tutaq ki, miflərdə qadın tanrılar da var. Və o qadın tanrılar heç də gücünə, ağılına görə əskik olmurlar. Yaxud dastanlarda bayaq dediyim kimi çox güclü, mənlikli, şəxsiyyətli qadınlar var. Amma sonra nəzər almaq lazımdır ki, xristianlıq İslamdan öncə gəlmiş bir dindir. Və xristianlıqda belə bir Bibliyada ayə var. Ayə var ki, qadın başını qaldırıb kişinin üzünə baxa bilməz. Qadın dərs keçə bilməz. Qadın ümumiyyətlə ərinin icazəsi olmadan Tanrıya müraciət eləyə bilməz. Təsəvvürünüzə gətirirsinizmi? Bu Bibliya ayəsidir. Bunu da istənilən adam gedib Bibliyanı tapıb oxuya bilər. Və belə deyək, bu bir növ qərbdən gələn dırnaq arası dəyər olaraq qəbul olunur. İslamda belə bir şey yoxdur. İslamda qadının dəyər o qədər yüksəkdir. Məsələn,
Adətən deyirlər ki, İslamda o miras bölgüsündə qadına az düşür. Hı Kişiyə hı. 2 pay, qadına 1 pay düşür. Amma heç kim demir ki, axı bu qadına o atadan düşən mirasla bərabər oğlundan da düşür, qardaşından da düşür və nəticədə o miras gəlir, qardaşdan çox olur. Hı Yəni hı. qadının payı var bunlarda. Bu bir. İkincisi deyirlər ki, Quran-ı Kərimdə də deyir ki, kişi bir addım öndədir. Hansı ayədə? Göstər o ayəni mənə ki, orada yazılıb ki, qadın kişidən bir addım geridədir. Bir ayədə var ki, deyilir ki, kişi həyat yoldaşının qəyyumudur. Fikir verin, həyat yoldaşının. Yəni, mənim öhdəliyimdə olan bir qadının, o qadın ki, mənə etibar eləyib öz taleyini, öz kimliyini, gələcəyini və mən onunla bərabər ailə qurmuşam və övladlarım var. Bax, o qadına görə kişi məsuliyyət daşıyır, qəyyumdur, əskik deyil qadın. Bəli. Və bunu Məhz o bilmək qadına lazımdır. görə öhdəlik verilir o kişiyə. Yəni üstünlük məsələsi deyil, öhdəlik verilir ki, sən bunu Bəli, bu yedirməkdə, üstünlük deyil. geydirməkdə, Bəli. aha. Yəni o Quran-ı Kərimdən hansısa bir ayəni tapıb, dəyişdirib, Quran belə deyir ki, kişi qadından üstündür. Hı hı. Adamdan soruşarsan ki, hansı ayədə dedi? Özün oxudunmu ayəni? Hə, əgər mənə hansısa hədisdən gətirəcəksə, bu sayılmır. Sən özünə xeyir eləyən bir hədisi uydurub gətirib mənə oxuyacaqsa, mən sənə Qurandan cavab verə bilərəm axı. Quranda harada yazılıb ki, məsələn, Quran-ı Kərimdə müraciət olunur, ey mömin və möminə, yaxud ey insan, ey inanan, lazım olanda onları bölür cinsə, lazım olmayanda ümumiyyətlə müraciət eləyir. Yəni, bu qadın da, kişi də eyni dərəcədə, eyni məsuliyyətlə Allah Taala'nın əmrlərinə itaətkar olmalıdırlar. Deməli, nə bizim miflərdə, dastanlarda, nə bizim dinimizdə bu yoxdur. Hardan gəlir? İndicə sizə dedim. İslamdan daha öncə və gəlmiş xristianlıq və hal-hazırda bu uzun illər boyu, belə deyək, qərb dəyəri kimi təqdim olunan, qərbdə fikir verirsinizsə, qadının ümumiyyətlə səs hüququ olmayıbdır. Qadının səs hüququ olmayıbdır. Hətta bunu Azərbaycanda onlara səs hüququ verəndə bu bir nonsens idi ki, onlara səs hüququ verdilər. Çünki qərbin dininə və elm və din ayrılsa belə şuuraltı olaraq, təhtəl şuur olaraq o ki, yatıb orada, qadın başını qaldıra bilməz. Fikir verirsinizmi? Bizdə həmin şeyi indi bizim öz dəyərimiz kimi sırmağa çalışırlar, özür istəyirəm ifadəyə görə. Bunu bir elə bilirlər ki, bizim deyil axı bu. Bizdə qadın ərinlə bərabər döyüşə də girir. Ərinlə bərabər öyrədə də bilir. Yenə Quran-ı Kərimdə həmin o Həzrəti Müqəddəs Məryəmə İsa nə cür verilib? Nur və kəlam olaraq. Nur və kəlam olaraq. Yəni, qadın da o peyğəmbərlik səviyyəsinə qalxa bilir. Lazım deyil qadını alçaltmaq. Qadın bir yaradıcıdır. Nədir? Mövlana demiş. Qadın haqq nurudur, sevgili deyil. O bir yaradıcıdır, yaradılmış deyil. Bundan gözəl nə deyə bilər? Çox maraqlıdır ki, yəni şərqdə istər ədəbiyyatda, istər folklorda, istər tarixdə, səhnədə dediyim kimi, yəni qadınla kişini yan-yana və dəyərli görürük. Nə qadın kişini alçaltmır, incitmir, nə də kişi qadını sən güclüsən, zəifsən ya da beləsən ya da eləsən hər hansı bir çərçivəyə salmır. Onların məqsədi birlikdə var olmaqdır. Bəli. Bu elmli təbəqədə də bu cür olub, elmi az olan yəni təbəqədə də bu cür olub. Yəni idrak bu cür olub, qavram bu cür olub. Məs bir araşdırmada çox qarşıma çıxdı. Qərbdə uzun illər hakimiyyət kilsənin əlində olub və onların dininə görə Həvva günahkardır.
Çünki Həvva Adəmi şeytanla birlikdə olub Adəmi almanı yeməyə razı salıb və onlar ana vətəni belə deyək də cənnətdən qovulublar. Yəni xristianlığa, o kilsə təbirinə görə onlar ana yurtlarından bu hazırki istirablı dünyaya Həvvanın suçu Həvai həvəsindən dolayı gəldiklərinə görə qadın obrazı günahkar obraz kimi tanıdılmışdır. Və çox maraqlıdır ki, Qərbdə psixologiya yarananda belə o psixologiyanı yaradanların həyatına, həyat tərzinə baxanda onların hamısının anadan travmalı olduğunu görürük. Çox maraqlı, yəni psixologiyalarında belə qadın günahkardır. Və din olaraq da Həzrəti Məryəm Quranda nur və kəlamın doğrucusu, həyat vericisi olaraq şəninə ayə, surə enməyinə baxmayaraq, məsələn, xristianlığın dinində Məryəm kimdən uşaq dünyaya gətirmişdi, bilinmirdi. Sonra onu bir təhər Allahla birləşdilər ki, bu Allahın evladıdır. Yenə orada Məryəm obrazı belə bir günahkar obrazı kimi tanıdılmağa başlamışdı. Amma İslam gəldi, bu fikirlərin hamısını alt-üst elədi. Həm Peyğəmbərin həyat tərzinə baxanda gördük ki, qadına necə dəyər verir, həm ana kitabdakı ayələrə, müraciətlərə əsasən qadının necə dəyərli olduğunu görürük və çox maraqlıdır ki, Türk toplumunda bu fikirlər qeyri-adi kimi qarşılanmadı. Çünki niyə Türk toplumunda bu var idi zaten. Fəqət bir şey də var, inkar edilməyəcək. Hər şey güllük gülistanlıq deyil. Müəyyən dövrlərdə əzilən qadınlar, haqqı tapdanılan qadınlar, istər qərbdə, istər şərqdə, artıq burada ayırmıram. Bu da var. Bugün əslində cəmiyyətin kaos yaşadığı məsələ budur. Bəzən haqlı olaraq qadınlar, belə deyək, təhlil olunur, tənqid olunur. Bayaq sizin ilk başda misal gətirdiyiniz kimi, hər hansı yersiz bir müğənninin özünü məşhur etməsi çabasından dolayı və yaxud sosial mediada uğurlu qadın, nə bilim, başarılı qadın, güclü qadın, kimi dırnaq arası göstərilən qadınlar bir yerdə kişiləri qıcıq edir, haqlı olaraq. Və yaxud hansı ailələrin dağılmağına, boşanmaların çoxalmağına, televiziya verilişləri, yersiz seriallarda, yəni bir başqalaşdırılmış qadın obrazı sərgilənilir. Və bu da kişiləri ya narahat etməyə başlayır, ya düşündürməyə başlayır, ya da qıcıq etməyə başlayır və başlayır saldırmağa qadınlara. Arada yenə o əzilən qadın gedir, incidən qadın gedir və düşünür ki, axı niyə mən incindiyim halda bir də mənə itaət et deyilir, bir də qadın belə olmalıdır deyilir, bir də qadın haqsızdır deyilir. Bu da var. Bilirsinizmi? Bir məsələ var. Bir məsələ var ki, bayaq dediyimiz kimi, bu qadının günahı çoxdur. Qadının günahı ondadır ki, bayaq dediyim onu günahlandıran kişilər ilə özü böyüdür. Həmin o ailədə oğlan yoxsa qız olsun, düzdür, o baskıda kişi tərəfdən də çox olur, amma qadınların da artıq beyninə yeriyib ki, qız istəmirəm, qız olacaq, mənim taleyimi yaşayacaq, oğul istəyirəm. Və bilirsinizmi, bütün bu məsələdə məhz bayaq dediyim kimi, qadını zəiflədirlər, qadını elə bir tərzdə göstərirlər ki, məsələn, uğurlu qadın deyəndə məlum olur ki, bu qadın hansısa dəyərləri tapdalayır, yəni elə qadını qəsdən tapıb göstərirlər. Bəli. Ki, o məhz o istər-istəməz nəinki kişiləri, qadınları da qıcıq eləməyə başlayır. Yaxud, elə qadın çıxardırlar ki, qadın çıxır, azaddır bu qadın. Üzr istəyirəm, bilmir bu qadın kişidir yoxsa qadındır. Yəni, özünü elə aparır ki, tam bir dəyərləri tapdalayan biri kimi. Qadın güclüdür, qadın kimi. Qadın ağıllıdır, qadın kimi. Qadının kişi olmağa ehtiyacı yoxdur. Qadın istəsə də kişi ola bilməz. Qadın, qadın olaraq dəyərlidir. Və bunu nə qədər bilsə, qadın bir o qədər özünə hörmət eləyər. Bir o qədər özünün qiymətini bilər. Və bir o qədər də istər qızı olsun,
olsun, istər özündən kiçik bacısı olsun, istər cəmiyyətdə bir nümunə olsun, bax onda o dəyəri, qadın olmağın ucalığını göstərər. Qadın bəli, gözəldir, zərifdir və s. və ilaxır. Amma eyni zamanda qadın ağıllıdır, qadın ucadır, qadın mənəviyyatın qoruyucusudur. Və qadını qorumaq, yəni həmin o mənəviyyatı qorumaq deməkdir. Bax, həmin o seriallarda, həmin o, nə bilim, sosial şəbəkələrdə niyə əcaib formada olan kişilərin yox, daha çox qadınların videoları yayılır? Niyə? Gözdən salırlar qadını. Məhz qadını zəiflədirlər. Çünki bayaq dediyim kimi, qadını zəiflətdinsə, deməli, həmin cəmiyyət heç nə oldu, getdi. Qadın savadsız oldusa, deməli, o cəmiyyət heç nə oldu, getdi. Əgər yalnız kişi güclüdürsə və yalnız kişinin gücündən, ağlından hər şey asılıdırsa, niyə ziyalılarımızın hər biri deyib ki, mütləq bizim qadınlar, qızlar təhsil görməlidir? Niyə? Çünki ailəni böyüdən, ailəni ucaldan odur. Bəli, sözsüz. Və bayaq dediyim kimi, qadının o qadınlıq adını ucaltması üçün onun kişi olmasının qətiyyən ehtiyac yoxdur. Heç bu, ümumiyyətlə, kişi olmaq istəyinin özü belə onu dəyərdən salır. Kaş mən kişi doğulaydım. Bu deməkdir ki, sən qadınlığının qədrini bilmirsən, ümumiyyətlə, sən qadınlığının nə olduğunu bilmirsən. Bilmir, yəni həqiqətən bilmir. Həqiqətən bilmir. Onu sual verəcəyim. Könül xanım, niyə qadınlar kişiləşməyə, kişi kimi olanda güclü olduqlarını zənn etməyə başlayırlar? Yəni, bu onlara oxumadıqları, araşdırmadıqları üçünmü belə gəlir? Kənardan gələn fikirlər də asanlıqla qəbul edirlər. Yoxsa illərdir deyək ki, bastırılmış duyğuları var, incilmiş, görünmək istənmiş, fərq olunmaq, fərq edilmək istəyidirmi ki, onlar birdən-birə cəmiyyətdə güclüdür kişilər deyək, onlar qabaqdadır, onların sözü ötür deyək, kişiləşməyə başlayırlar. Yoxsa savadsızlıqdır, cahillikdir, oxumurlar, araşdırmırlar. Çünki mən oxumuş halda da qadınların kişiləşməyə meyilli olduqlarını müşahidə etmişəm. Bəli, bilirsinizmi? Söhbət ondan gedir ki, məhz qadınlar, belə deyək, bir kişinin, tutaq ki, onun yolunu kəsən bir kişinin bariyerini aşmaq üçün məhz o kişinin metodlarından istifadə eləməyə başlayır. Nəticədə gəlir, o yerə çıxır ki, deyir, mən artıq kişiləşirəm. Mən də, çünki metodlar kişinin metodundan istifadə eləyir, onun məntiqindən və necə dediniz, burada cahilliyin böyük rolu var. Nə qədər ağıllı da olsa, əgər qadın kişiləşmək istəyirsə və bunu özünün, mən kişiyəm, kişi kimiyəm, bax o kimi sözü var, bax o sözünün altından xət çəkməklə göstərir ki, sən kişi deyilsən, sən neysə onun yazıq bir kopyasısan. Artıq uduzursan. Amma mən qadınam deyəndə, sən artıq onunla bərabər oldun və kişinin metodlarından yox, bəlkə də həmin yerlərdə sənin istifadə elədiyin, bir də görürsən ki, ondan daha gözəl istifadə edir. Niyə? Çünki ora özünün qadın ağlından daxil olur və nəticədə daha uğurlu olur. Amma bunu qəbul eləmək istəmir. Yox, mən özümü kişi kimi apardım. Mən kişi qeyrətliyəm. Qadının qeyrətinə nə gəlib? Hansı qeyrətsiz qadına oxşamaq? Niyə oxşamaq istəyirsən ki, sən o kişi qeyrətdir? Niyə? Qadının qeyrətinə nə gəlib ki, sən kişi qeyrətli olursan? Oldu qadın qeyrətdir. Oldu qadın. Yəni bu cahillikdir, düz deyirsiniz onu. Cahillikdir bu. Bugün özünü tanımayan, ondan istifadə edir. Tanımayan və özünə dəyər verməyən qadındır. Əslində bugün illərdir, yəni bizim şuurumuza yer edilib. Məsələn, sizin də dediyiniz kimi deyirdilər ki, kişi kimi qadınlıyım, ona hər şey etibar eləmək olar. Nə bilim, kişi qeyrətli qadın, kişi qeyrətli qızdır, gülmür, ağrı başlıdır,
belədir, elədir və bu gün onun nəticəsidir ki, məsələn, yenə qərbdən gələn, yenə pulu ilə bizə satılan o saxta teta healingçilər, nə bilim psixoloqlar, damdan düşmə psixoloqlar deyirəm. O elmli psixoloqlarla işim yoxdur, yanlış anlamasınlar. Ondan sonra bu cəmiyyəti göstərişlə ardınca aparırlar, nə bilim, coachlar, texnikalar çıxardırlar ortaya və siz kişi qadınsınız, sizin şuur altınızı, travmalarınızı təmizləmək lazımdır və öz ciblərini doldururlar. Yenə burada itirən qadınlar olur, bizim o qadınlarımız olur və yenə bir şəkildə kiminsə biznesinə xidmət eləmiş olurlar. Yenə o incikliklər qalır orada. Bu zaman o haqlı olaraq o kişilərə, kürsüdən danışan kişilərə rəvac vermiş olurlar ki, gəlin bizi tənqid edin, gəlin bizi Türklər demiş, eleştirin sağına, soluna, eninə, boyuna. Yəni qadın nə etsin o zaman? Nə şiş yansın, nə kabab. Bax, belə bir misal çəkim sizə. Qərbdə uzun müddət, Avropada uzun müddət qadınların ümumiyyətlə instituta, nəinki institut oxumaq, onların o ali məktəbin kəndarına keçmək ixtiyarları olmayıb. Çünki onların dünya görüşünə görə onlar murdarlayırdılar. Və amma qadın yaratmaq istəyir axı, qadın yaradıcıdır. Və məsələn, Charlotte Bronte, Emilia Bronte, bu bacılar, üç bacılar, bunlar uzun müddət kişi adından yazıblar. Kişi adından yazıblar ki, onların yazdıqlarını çap eləsinlər. Amma indi maraqlıdır. Mən sizə tutaq ki, bunlar həmin o Emilia Bronte və bildiyimiz daha bir yazıçında deyim, tutaq ki, George Sand. Bu da qadın olur, amma kişi adından yazıb. Amma təqribən aşağı-yuxarı eyni dövrdə yaşayan bizim Xurşudbanu Natəvan var. Öz adından yazıb. Nəinki öz adından yazıb? Hətta ətrafında bir məclisi üns də yaradıb. Və orada həmin o ətrafına şairləri də toplayıb, kişiləri toplayıb. Nə var? Məsətimiz olub. Kişi adından yazmayıb. Aşıq pərimiz olub. Heç kişi adından yazmayıb. Heç yazmaq fikrində də olmayıb. Kişilər kim ki çıxıb qabağına, bu da onların qarşısına bir qadın olaraq çıxıb, susturub. Aşıq Ələsgər kimi bir ustadı susturan qadın olub. Həcər olub. Belə şeydir. Və bilirsinizmi? Həmin o qərbdə o qadınların səsinin belə çıxmağına icazə verilməyən bir vaxtda onlar kişi olmağa məcbur idilər. Və kişi olmaqlarından fəxr eləyirdilər. Məsələn, həmin dövrdə bir filosof var, elə 19-cu əsrdədir. O, başqa adla institutda oxuyub, məhz fəlsəfə fakültəsində. Amma müdafiə vaxtı, magistr diplomunun müdafiəsində məlum olub ki, bu qadındır və onu buraxmayıblar. Onu məcbur ediblər qonşu binanın pəncərəsindən, onun müəllimi onun diplomunu müdafiə edib, qonşu binanın pəncərəsindən onu müşahidə eləsin. Halbuki həmin vaxtda bizim qadınlarımız, bayaq dediyim kimi, öyrədirdilər də, məktəb də açırdılar. Xurşudbanu Natəvanın məktəbi də var idi. Yəni, bunlar bunu eləyirdilər. Kişiləşməyə ehtiyac yox idi. Bunların yolu açıq idi. Doğrudurmu? Və bunun üçün onların, belə deyək, nə tırnaq arası cinsini dəyişməyə ehtiyac yox idi. Nə kişiləşməyə, nə kişi qeyrətli olmağa ehtiyac yox idi. Onlar qadın olaraq güclü idilər zaten. Və bunu nə dəyişmək istəmirdilər. Bəli, qadın və musiqi incə gücdür. Yəni, yetər ki, o istedadını istifadə etməyi bilsin, metodlarını bilsin. Bəli, bəli. Yəqin ki, razıyam sizlə. Yəni, o zərif güc dediyimiz zərif gücdülər bunlar. Bizdə burada dostlarımız yazır, amma heç birini oxumadıq biz. Mən əslində sizi dinləyərək oxuyuram və fikirlərinizi burada təsdiq edən
insanlar var. Daha çox yazıb Salə xanım. Azadlıq deyəndə ağla tək həyat yolu gəlir. Özgüvən deyəndə bacardıqları egodur. Bir çox qadınların ki vurğuladınız. Ondan sonra tanıdığım bir çox ailədə oğlanı sadəcə ad olaraq istəyir. Filan kəsim var, mənim niyə olmasın? Sonra bir çox qadınlar kişiləşmək istəyir, deyir, özlərini kişi kimi Bax, aparır. Nazlı xanım, belə bir şey deyim. Kişilərin çox tez-tez istifadə elədiyi bir söz var. Qadın mənə qulluq eləməlidir. Yaxşı, sən belə güclüsənsə, sənə niyə qulluq eləsinlər? Özün öz ayağının üstündə dura bilmirsənmi? Qadın heç deyirmi mənə qulluq elə? Qadın deyir mənə diqqət elə, məsələn, qarşılıqlı olaraq. Qadın deyir mənə bir diqqət elə, sənə 10 qat artığını verim. Mənə bir çiçək ver, sənə bağ-bağça verim. Yəni fikir verirsiniz. Yəni ki, və çox vaxtda sizə bir indi misal çəkəcəm. Qorxma mən səninləyəm filmi var. Yəqin ki, çoxları baxıblar. O bəyin tənbəl oğlunu evləndirmək istəyirlər, o da evlənmək istəmir. Mən deyir, evlənmək istəmirəm, bütün gün oyuncaqla oynayır. Və onda orada bizim o Nəsibə xanım, gözəl aktrisamız, onun anası rolundadır. Ona deyir, bax sən evlənsən, o səndən oyun oynayacaq. Görür, yox, maraqlı deyil. Deyir, bax sən istəsən, onu döyərsən, onu saçından tutub sürüyərsən. Hamısını deyir, öz əlindədir, istədiyini eləyərsən. Və o avara oğlan maraqlanır. Doğrudan istədiyim vaxt döyə bilərəm, onu deyir, hə, onda deyir, evlənirəm. Fikir verirsinizmi? Öz avarasını adam eləmək üçün qadına ehtiyac hiss eləyir. Bu avarasına bir dəfə xanım qızı alacaq, avarası onu döyə-döyə özünü kişi hiss eləyəcək. Zaten elə bir yanlış fikirlər də var. Məsələn, çox ailələrdə bunu görə bilirik. Bəlkə bilmirəm, Azərbaycanda çox yayğın deyil. Mən əsasən Türkiyə türklərində bu fikirlərə rast gəlmişəm. Azərbaycanda da bəlkə kəndlərdə, nə bilim, rayonlarda var. Əvvəllərdə belə deyilirdi. Ananın tərbiyə eləmədiyi oğlu deyirdilər ki, o uslanmayan çocuk sözü var. Evləndirin, yola gələcək. Həyat yoldaşı bunu yola gətirəcək. Həyat yoldaşı gəlir, düşür zülümə. İndi gəl, bu bir ömrü həyat yoldaşı gəlib əlavə bir uşaq da. Kiminsə tərbiyə eləmədiyini tərbiyələndirməlidir. Kiminsə adam eləmədiyini adam eləməlidir. Onun üçün bəzən qazanmalıdır. Əvəzində yenə də təhqir olunmalıdır. Yenə də xəyanətlə üzləşməlidir. Fikir verirsinizmi? Niyə? Çünki mən kişiyəm. Mənə olar, sənə olmaz. Sən qadınsan. Bax, belə bir məsələyə gəlir. Məhz o kürsüdən danışan ilahiyyatçıların, filosofların, nə bilim, millət vəkillərinin, müəyyən təbəqənin mütəxəssislərinin ucbatındandır ki, və bu toplumda üzdə görünən kişiləşmiş qadınlar, nə bilim, məşhur olmaq üçün hər yolu istifadə edən qadınların ikisinin birləşməsindəndir ki, cəmiyyətdə əsl fədakar, əsl ailə dəyərlərini qorumaq istəyən, mücadilə edən qadınlar yenə incik düşür, yenə kövrək olur, yenə qolu qanadı sınır. Halbuki keçənlərdə bir verilişdə bir söz eşitdim, çox xoşuma gəldi. Ertuğrul Qazinin anasından danışırdı. Deyir ki, Haymə ana, əslində Haymə türk toplumunda köhnə lüğətdə çadırın ortasındakı dirəyə deyilib. Yəni qadın çadırı saxlayan dirəkdir. Nədir qadın? Ailəni saxlayan ana sütundur. Və bugün cəmiyyətin təməl, dövlətin, ölkənin təməl dirəyi nədir? Biri ordudursa, biri ailədir. O ailəni də saxlayan həmin o Haymədir, həmin o anadır. Təəssüf ki, bu analar deyil, o qadınlar deyil, cəmiyyətə empoze edilənlər bu biri qadınlardır. Və onlardan da istifadə edərək danışan, kürsüdən çıxış edən və əsl qadınları incidən də bu mütəxəssislərdir ki, qadın yenə aktual bir mövzuya çevrilir. Bilirsiniz, qadın ömür boyu görüb bu işləri, haqsızlıqları. Yəni, bunlar olsun ta, məsələn, o Hipatiyanı 3-cü əsrdə məhz o xristiyanlığın bərqərar olduğu vaxtda ilk qəfl olunmuş bir qadın alimdir. Və sonralar o davam eləyib, inkvizisiya dövründə nə qədər qadınlar öldürülüb və s. və ilaxır. Yəni, ta o vaxtdan başlamış
qadına qarşı həmin o haqsızlıq başalıb gedib. Bəli. Və həmin o köhnə cəhalətin əks sədası bu gün də bax dediyiniz o kürsülərdən səslənir. Amma qadın yazıq olsaydı, zəif olsaydı, elə Hipatiyadan gözü qorxub oturardı yerində. Fərqli yollar axtarmazdı. Özünə səs, özünə başqa yaradıcılıq yolları axtarmazdı. Qadın bildiyiniz qədər də zəif deyil, bildiyiniz qədər də geri oturan deyil. Qadının qarşısına maneə qoyduqca o daha yuxarıdan keçməyi bacarır, uçmağı bacarır. Qadın qanatlana bilir. Yəni, həmin onun qarşısına baryer qoyan daha çox vaxtını itirir ki, o baryeri qoysun. Düşünmür ki, o baryeri qoya-qoya qadını daha çox gücləndirir. Bilmir ki, qadın haqqında elə aşağı söz deməklə özü alçalır. Yəni, qadını aşağılamaqla qadın alçalmır. Yəni, belə desək, günəşin üzünü ha qarala, günəş qaralmır. Günəş yenə öz işindədir. Qadın da həm onu kimidir. Ha qadın haqqında aşağı fikirdir, yəni qadını ən belə əcaib formada təqdim elə, qadın yalnız doğmaq üçün yaranıb, qadın kişidən bir addım geridədir, qadın özünə qulluq eləməlidir ki, gözəl görünsün, falan filan. Yəni, bütün bunlarla təhtəlşüur olaraq qadını alçaltmağa çalışırlar. Halbuki bilmirlər ki, həqiqi qadın, həqiqi ağıl sahibi, mənəviyyat sahibi qadın birincisi elə boş sözlərlə alçalmaz. İkincisi, boş adamın sözlərindən alçalmaz. Yetər ki, qadın araşdırsın, oxusun, öyrənsin. Özünə bərabər adamın sözü ona təsir eləyir. Ona görə qadınlarımız ürəkli olsun. Qadınlarımız ucadır. Son 2 dəqiqədəyik. Bir sualla sabahki görüşə bir qapı açmış olaq. Qadın zərif mi olsun, güclü mü olsun? Əslində, mənim sorğuma əsasən qadınlar zərif olmaq istəyir, güclü olmaq istəmir. Sadəcə güclü olmaq məcburiyyətində qalırlar. Sizcə necədir? Qadın zərif mi daha yaxşıdır, güclü mü daha yaxşıdır? Qadın olmalıdır. Qadın olmalıdır. Həmin o bir kəlmə sözdə həm zəriflik var, həm güc var. Tamam. Su çox güclüdür. Həm yumşaqdır, həm güclüdür. Heç bir şeyin qırmadığı bir mərməri belə su damla-damla deşə bilir. Qadın olmalıdır. O zaman söhbətimizin gerisini sabah inşallah saat 11-də yenə bu canlı yayınımızda görüşək və buradakı hal-hazırda canlıda olan xanımlardan, hətta bəylərdən də istəyərdim ki, yazsınlar Könül xanıma və yaxud bu canlının altına yazsınlar. Daha hansı qadınlarla bağlı, daha hansı mövzunu müzakirə eləyib, hansı suallarınızın cavablanmağını istəyirsiniz? Sağ olun. Hələlik. Təşəkkür edirəm Könül xanım, görüşənə qədər. Görüşərik. Hələlik, hər kəsə də təşəkkür. Təşəkkür.